Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Və yaxud yaxşı olmağa neynəsiz? Skeytin tüstüsü. Çalışırsınız. Mənim əzizlərim, çoxdandır çıxmıram. Bugün çıxdım sizlə biraz həm söhbət olun. Nədən danışırıq? Təbii ki, bizim bir dənə mövzumuz var, o da nevrozdur. Mənim əzizlərim, çalışın ki, özünüzü toparlayın, özünüzdə nevrozu qlobala çevirməyin, tamam mı? Yəni, bu elə bir böyük bir xəstəlik deyil, ölümcül bir şey deyil ki, deyək ki, siz bundan narahatsınız. Bir də ən əsas budur ki, xəstəliyinizi qəbul edin. Yəni, hər zaman bilin ki, siz nevrozsuz. Anlatabildim mi? Çünki sizin əksəriyyətiniz nevroz olduğunuzu yaddan çıxardırsınız. Simptomlara başlayırsınız yönəlməyə. Sinə sancır, nə bilim, ora ağrıyır, bura ağrıyır. Siz ancaq hansı bir xəstəlikləri axtarırsınız. Amma heç zaman boynunuza almırsınız ki, siz nevrozsuz və nevrozun milyonlarla simptomu var. Anlatabildim mi? Yəni, nə demək istəyirəm? Mənim əzizlərim, nevroz elə bir qlobal xəstəlik deyil. Yəni, deyim ki, bu sizdə hansı fəsad yarada bilər. Maksimum yaratsa, mədə xorası yarada bilər, yəni ondan o yanası yoxdur. Bir də metabolik dəyişikliklər yaranır, onu balans eləmək olur. Qaldı ki, onu siz qloballaşdırırsınız, elələriniz var ki, deyirsiniz ki, ay keşki mən, nə bilim, hansı xəstəliyi tutaydı, bu olmazdı filan, nə bilim, bu çox pis xəstəlikdir, belədir, elədir. Mənim əzizlərim, sizin xəstəliklərdən xəbərdar deyilsiniz, xəbəriniz yoxdur. Həyatda elə bir xəstəliklər var ki, həqiqətən, mən özüm həkiməm, amma bu yaxınlarda больницada yatırdım. Elə bir xəstələrlə ünsiyyətdə olmuşam və görmüşəm ki, xəstənin üzünə deməmişəm, amma ürəyimdə düşünmüşəm, Allah şahiddir, ürəyimdə düşünmüşəm ki, Allah pərverdigarım, bu nədir? Yəni, belə bir şeylər var, siz nə danışırsınız, nəyi qoyub, nəyi... Bu elə gözəl xəstəlikdir ki, bu nevroz. Nevroz insanları birincisi, nəyə görə nevrozsuz? Qorunma mexanizmi çox yüksəkdir. Hər bir şeydən sizi qoruyur, siz onu başa düşmürsünüz, anlatabildim mi? Yəni, nə demək istəyirəm? Siz başa düşmürsünüz onu. Siz onu qloballaşdırırsınız, siz onu elə bir qələmə verirsiniz ki, tipa çox ağır xəstəlik, ay, ölümcül bir şeydir. Bu elə bir şey deyil. Bu sizin qoruma mexanizmi həssasdır, tamam mı? Yəni, hər bir xəstəlikdən sizi qorumağa çalışır. Mən həmişə demişəm və indi də deyirəm, o smart xəstəlikdir. Smartdır, ağıllı xəstəlikdir və maksimum sizə neyə bilər? Mədədə xora yarada bilər. Mədəni də qorumaq şərti ilə mədəni qoruyacaqsınız.
və heç bir fəsadla rastlaşmayacaqsınız. Deməyin, yəni belə şeylər mən xoşlamıram. Deyirsiniz, nə bilim, elə xəstəliklərin adını çəkirsiniz, keşke məndə bu olaydı, bu olmayaydı. Elə şey mi olar? Nə danışırsınız? İnsan, mən orada xəstə ilə rastlaşmışam, sinir xəstəsidir. Sinir deyəndə nevroza aid deyil, nevrozdan başqa bir şeydir. Sinir xəstəsidir. Bu insan yatmır, gecə gündüz yatmır, qarnında sancı var, dəhşətli sancı var. MRT-yə girir, nə bilim, UZI-yə girir, KT-yə girir, hər şeyə girir, heç bir şey göstərilmir, yəni heç bir şey görmürlər. Sinir ağrısını ümumiyyətlə görmür, nə KT, nə MRT, nə olursun. Demirəm, elətdirməyin. Hər 6 aydan bir check-updan çıxmalısınız, o sözsüz. Bunu görmür. Amma ağrıyır da bu insan, yavını görürəm də, bu yatmır. Haçan çıxıram, bu görürəm ki, tasovqalıyır da oraya, bu yana gedir, gəlir, qarnını tutub. Bilirsiniz, bu nə əziyyətdir? Əziyyətdir. Ona görə mən xəstə görmüşəm ki, 2020-də şeydə olub, müharibədə kontuziya alıb, yanında adam yatırdı. Bu adam acıyanda bilmir, yəni acıyıb, bir də oturanda yiyir, o doyumu bilmir. Bu arada üzüllü sayın, saqqalım çoxdur, yəni təzə çıxmışam banitsadan. Bir də şeyi bilmir, doymağını bilmir. Siz pristavt edin, bu nə xəstəlikdir. Siz nəyin peşindəsiniz, bilmirəm. Deyirsiniz, lüboy xəstəlik olsun, bu olmasın. Düzdür, burada bu xəstəlikdə hissiyatlar var, yəni bəzi hissiyatlar, o sizin özünüzdən asılı olan bir şeydir. Siz yönəldə bilirsiniz onu. Yəni dərin düşünəcəksiniz, negativ 99% negativ düşünürsünüz də. Yəni 99% interpretasiya düzgün deyil. Siz nə düşünəcəksinizsə onun şeyini görəcəksiniz. Anlatabildim mi? Yəni nə demək istəyirəm? O sizi incitəcək. O sizin düşüncənizdən çox şey asılıdır. Yaxşı şey düşünsəniz, tezlə sağalacaqsınız. Tamam mı əzizlərim? Qorxmayın, nə qədər mən varam, sağam, ola da bilər bir gün olmayayım. Görürsünüz, şişirəm yavaş-yavaş. Zülalım mindi, Zülalım axırıncı dəfə min olmuşdu. Vəziyyət qənaət bəxş deyil, biraz vəziyyətim pisləşib. Ola bilər ki, bir günləri son videomu çəkim sizə. Amma nə qədər mən həyatdayam, nə qədər yaşayıram, sizin qulluğunuzdayam və heç nədən də qorxmayın. İmminli nevrozdan danışıram, amma mən nevrozlarla işləyirəm, anlatabildim mi? Bizim şeyimizin adı da, profilimin nevroza son. Nevroza aid nə lazımdırsa, nə detallar, xırdalıqlarına qədər məndən o yanasını tapa bilməyəcəksiniz, əzizlərim, tamam mı? Yəni, birincisi, mən özüm nevroz olmuşam. Bütün simptomları görmüşəm. İkincisi, bizə təcrübə də əsasdır və təhsil də əsasdır. Təhsilimi almışam. Vay,
Nəsə buram ağrıdı. Hə. Təhsil də almışam. Anlatabildim mi? Yəni belə uşaq deyilik də biz bir sözlə. Nəsə bilirik deyirik. Mən şübhələnsəm mütləqdir ki, sizi harasa yönəldəcəm. Bir də ki, sizin əvvəliniz sonunuzu demək üçün mən yesnavidişi deyiləm. Yəni mən öncə görən adam deyiləm də, baxmayaraq ki, şistoy çustvam çox güclüdür deyə bilərəm, amma o işlə məşğul deyiləm. O elmdir, bir addenli elmdir, astrologiyadır filandır. Ondan qızım məşğul olur. Müraciət eləyərsiniz, yönəldərəm və sizə dəqiqliklə deyiləcək ki, bəs siz ağır xəstəsiz və yaxud sizə 5 il sonra nə gözləyir. Belə dostlarım, çox danışmaq olar, amma nə danışaq? Siz müddəşil üzümə hər gün görürsünüz, şişmişəm. Hiss eləyirsiniz? Zülalım mindir. Qalxdı minə, artıq düşünməliyəm, təbii bunun fərqindəyəm. Düşünməliyəm və hansı addımlar atılmalıdır. İndi mən bilmirəm dayı, bilmirəm. Neyniyəcəm? Yəqin ki, ölümümüz yaxınlaşır. Qorxmuram, ölümdən qorxmuram. Balnisada dostum vardı mənim, bir dənə Vasmoyski. Vasmoyda yaşayırdı. Yəni Vasmoyda doğuldu da, Vasmoyski idi, Natiq də adı. Dostluq eləyirdi ondan. Rəhmətə getdi. Səhər gəldim, gördüm ki, rəhmətə gedib otağında. Ümumiyyətlə, atamdan sonra, atam ki, qucağımda rəhmətə getdi. Ondan sonra mənim üçün ölüm adi bir haldır. Qorxmuram qətiyyətlə və Quranda bir söz var. Bilmirəm, Quran oxuyursunuz yoxsa yox. Mən 5-6 dəfə oxumuşam bütün Quranı və bütün Qurandan suallarınıza da cavab verə bilərəm. Hərçəndir, mənə aidiyyəti yoxdur, mən dindar deyiləm və inanmıram heç bir dinə. Tamam mı? Orada yazılıb ki, hamınız, yəni ümumi götürür, ölümü dadacaqsınız. Deməli, ölümü dadacaqsınız nə deməkdir? Yəni, biz hamımız öləcəyik. Ona görə də mən nə tələsdirirəm, nə tələsirəm, nə də gecikdirmək iqtidarındayam. Sadəcə müddətimi gözləyirəm, əzizlərim. Sizə də onu tövsiyə edirəm. Tezləşdirməyin. Yəni, ay, mən ölürəm. Ay, qaçırsınız MRT-yə, qaçırsınız oraya. Birincisi düz eləmirsiniz. Düz eləmək üçün müraciət eləyin. Mən sizə deyəcəm nə etmək lazımdır. Siz düz eləmirsiniz, promo gerirsiniz EXO-ya. Məsələn, ürəkdən şübhələnirsiniz. Qaçırsınız EXO-ya. EXO, yəni ürəyin problemini görə bilməz. Ürəyin ancaq gücünü görə bilir o. Və EXO sizə deyir ki, hər şey yaxşıdır. Siz elə bilirsiniz ki, hər şey yaxşıdır. Elə deyil. Orada damar söhbətləri var, orada çox şeylər var. Anlatabildim mi? Ona addenli testləri var. Yəni, düz eləmirsiniz də bir sözlə. Bilirəm də sizi. Ya kardiologiya qaçırsınız, kardiologiya vəbşə esnəyə bilmir. Uzaqbaşı sizə taxikardiyan deyəcək. Nevrozların 99%-ında taxikardiya mövcuddur.
o səhv deyə bilər. Anlatabildim mi? Yəni o taxikardiyanı görür, problemi görmür amma. Taxikardiyanı sizə deyir, siz şübhələnirsiniz, qaçırsınız exokardioqramaya. Gerisi exokardioqrama onun gücünə baxır, ürəyin gücünə baxır. Məsələn, 53% olmalıdır. İndi 53 olur, nə bilim, neçə olur. Onu göstərir və siz arxayın olursunuz ki, mənim ürəyimdə heç nə yoxdur. Belə olmur. Tamam mı? Orada çox şeylər yoxlanmalıdır. Orada testlər var. Ürək testləri var ki, oradan keçməlisiniz. Bilinməlidir ki, ürək damar probleminiz var yoxsa yox. Bir də analizlər var. Mən hər şey danışıram. Hər şey danışıram. Hər şey danışıram. Orada analiz var ki, analizin adını demək istəmirəm. O analizə baxırsan, o analiz yüksək aşağı olanda ürək birdən dayanır. Yəni onu nə MRT, nə echo, nə testlər, heç bir şey görmür. O analizə baxırsan, o aşağı olanda və yaxud normadan yuxarı olanda ürək birdən-birə dayanır. Anlatabildim mi? Eşidir sizə, deyirsiniz, filan kəs gecə yatdı, səhər durmadı. Baxın, bax. Deməyəcəm analizin adını. Anlatabildim mi? Bu arada pişiyimi salamlayayım. Pişiyim, salam ver hamısına. Salam ver. Aşkım. Acıq eləyib məndən. Məndən acıq eləyib. Belə dostlar, başqa nə deyə bilərəm? Çox şey demək olar, amma çox şeylə açıqlayıram, sonra mənə zənglər gəlir. Zənglər gəlir, Nizamidən belə zəng vurub mənə. Azərbaycan görkəmli psixoloqudur. Bilirsiniz, hər şey pulla ölçmək olmaz, başlıca dönərəm. Olmaz elə şeylər. Burada elə bir xəstələr var, mən biləm rayondan izləyirlər məni filan. Nəyə görə, nə üçün də, bu niyə ziyana düşməlidir, niyə bu, nə bilim, olmaz da, olmaz elə şeylər. Zəng vururlar ki, sən çox şeylər açıqlayırsan orada. Danışır, ancaq belə danışma da. Deyirəm, mən necə danışmalıyım? Başqa cür danışa bilmirəm, mən gərək hamısını agah eləyim. Mənim auditoriyam belədir, yəni mənim izləyicilərim məndən hər zaman nəsə gözləyirlər. Mən reklam xarakterli bir şeylər çəkmirəm, axı başlıca dönərəm. Yəni gəlin mənə müraciət eləyim filan, belə şeylər yoxdur. Mən də eləyərəm də, kəlmə deyərəm. Elə bir yerdə saxlayaram ki, siz özünüz məcbur olub mənə müraciət eləyəsiniz. Amma onları eləmirəm. Çox şeyləri açıqlayıram və deyirəm. Və nevrozların bir çoxları mənim videolarımdan yaşayırlar, anlatabildim mi? Yəni, demirəm sağalırlar, öz aləmlərində düşünürlər ki, sağalmışıq. Amma yaşayırlar. Tamam mı? Ona görə də başqa mən sizə nə deyə bilərəm ki? Sizə ancaq can sağlığı, uzun ömür, nə bilim, nə deyirsiniz, nə yaxşılıqlar varsa sizə Allah Taala qismət eləsin. Hərçənd mən dinlə aram yoxdur ümumiyyətlə.
Deyirsiz ateist, yox, ateist də deyiləm. Mən Allahdan başqa heç nəyə inanmıram. Yəni, nə bilim, Kərbala, Hac, nə bilim, ciddi şeylər var. Başım nəsə, heç nəyə inanmıram, əzizlərim. Sizə də tövsiyə edirəm. Allahdan başqa bir varlıq ola bilməz. Allaha niyə inanıram? Mən həkim olaraq orqanları götürürəm. Orqanları elə düzüb qoşulub ki, insanda orqanlar. Bu, yəni təbiətin qanunu deyil. Yəni bu təbiət bunu yarada bilməz. Mümkünsüzdür. Yəni ateistlər deyir, insan partlayışdan yaranıb. Tutalım ki, insan partlayışdan yaranıbsa, qaraciyər filtrasiyadır, böyrək filtrasiyadır, mədə nə üçündürsə, ürək nə üçündür, oğursa, bubursa. Yəni bunu mıncıq kimi düzüb qoşublar da anlata bildimmi? Yəni bu varlığın əlindədir. Bu elə belə bir şey deyil. Ona görə də mən Allahın varlığına inanıram və güvənirəm ona. Qalan heç bir şeyə inanmıram, mənim əzizlərim. Ateist deyiləm, deist deyiləm. Yəni, bir çoxlarınız sual verirsiniz, doktor, siz, nə bilim, filan bəsməkan. Yox, ateist deyiləm. Mən Allaha inanıram, Allaha güvənirəm və Allahı üstün bilirəm hər bir şeydən və ondan başqasını saymıram. Tamam mı? Yəni pillər, filanlar, nə bəsməkəcək, boş-boş. Hamısı boş şeylərdir. Belə, mövzudan kənara çıxdıq biraz. Əzizlərim, nə sualınız olsa, baxın, gör nə deyirəm. Nevrozlar çox düşünməyi xoşlayırlar. Hərçənd heç bir düşüncələri düzgün deyil, düzgün interpretasiya eləyə bilmirlər və vəhşi düzgün düşünə bilmirlər. Öz aləmlərində düşünürlər ki, mən düzəm. Amma elə deyil, anlata bildimmi? Beyni daha da yorursunuz, daha da dərinə gedirsiniz. Ona görə də müraciət, deyərsiniz, yenə bu özünə yönəldir, müraciət mənə eləyin. Konsultasiyalarımız təmənnasızdır, təbii. Bir çox şeylərdə də sizə kömək eləyirəm. Bu mənim məsələdir, tanıyanlar məni bilirlər. Yəni, heç kəsi cavabsız saxlamamışım. Heç olmaya o fikrinizi mənə deyin, onu çözək, çox yükləməyin, tamam mı? Əzizlərim. Olmaz, çox yüklənərsiniz, yükləyirsiniz. Hər yüklənəndə siz nevroza da indi adı baxmaq olmaz da. Hər yüklənəndə adrenalin yüksək olur, kortizol pastayan olur. Anlatabildim mi? Olmaz elə şeylər. Biz kortizolu azalmalıyıq, çoxalmaq olmaz. Sizin düzgün interpretasiya etmədiyinizdən kortizol həmişə yüksək olur. Orada metabolik dəyişikliklər baş verir, gətirib, nə bilim, glukozanın dirənci yaranır, bu şəkərin, gələcək şəkər yarada bilər və kortizolun yüksək olması ən əsas yer üzündə ümumiyyətlə ən həssas orqan mədədir. Siz orada yara yarada bilərsiniz. Bilirsiniz, çox şeylər ola bilər. İndi mən deyirəm, nevroz elə bir şey deyil, amma onu buraxmaq da olmaz. O çox şeylər eləyə bilər. Kortizol, məsələn, yüksək olanda o yaxşı hüceyrələr ki var insanda, onun üstü yağ bağlayır. Anlatabildim mi? Yağlanır. O yağlanır, qidalanmır. Nə baş verir? Pis hüceyrələr baş qaldırır. Pis hüceyrələr nədir? Özünüz bilirsiniz. Sonra deyirlər ki, filan kəs xərçəngdən öldü.
filan kəs ad qoyurlar, amma bilmirlər başlanğıc hardan başlayıb. Tak что qorxutmuram sizi. Başa demişdim, bu barədə danışmayım. Çox şeylər var, anlata bildimmi? Gözləyirəm sizin zənglərinizi, sizin müraciətlərinizi, sizi öpürəm, qucaq dolusu və sizi çox istəyirəm. Çox sağ olun, Allah razı olsun.